Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi. Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı akademik Əhliman Əmiraslanov Şuranın fəaliyyət istiqamətləri, qarşıya qoyulan hədəflər və il ərzində görülmüş işlər barədə ətraflı məlumat verdi. O, həmçinin Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyindəki proqram xarakterli çıxışına toxunaraq həmin çıxışın elmi ictimaiyyət və bütövlükdə cəmiyyət üçün mühüm strateji yol xəritəsi olduğunu vurğuladı. Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurası kifayət qədər aktiv fəaliyyət göstərir və şuranın tərkibində tanınmış dövlət xadimləri, elm, mədəniyyət, incəsənət xadimləri təmsil olunublar. Vaxtilə böyük vəzifələrdə, aparıcı vəzifələr tutmuş insanlar təmsil olunublar və onlar çox aktiv fəaliyyət göstərirlər. Bütövlükdə ölkəmizdə baş verən hadisələrə heç vaxt biganə qalmırlar. Qərbi Azərbaycanla bağlı olan bir çox tədbirlərin təşkilatçısı və iştirakçılarıdırlar. Nəinki ölkəmizdə, ölkəmizdən xaricdə olan bir çox tədbirlərdə iştirak edirlər, çıxış edirlər. Mətbuatda çox, sosial mediada çox aktivdirlər. Yəni, mən hesab edirəm ki, bugünkü hesabatla göstərdi ki, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurası kifayət qədər çoxlu, böyük işlər görübdür və gələcəkdə də biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik. Hesabat yığıncağında pedaqogika üzrə elmlər doktoru, professor, İcmanın Binəqədi rayon nümayəndəsi Həsən Bayramov çıxış edərək İrəvan müəllimlər seminariyasına həsr olunmuş monoqrafiyası, müxtəlif saytlarda dərc olunmuş məqalələri və iştirak etdiyi tədbirlər barədə məlumat verdi. O, icmaların və nümayəndəliklərin fəaliyyətinin daha effektiv təbliği məqsədi ilə icma və nümayəndəliklərdə admin ştatlarının yaradılmasının vacibliyini diqqətə çatdırdı. Əməkdar jurnalist professor Etibar Babayev Türkiyədə Anadolu türkçəsində nəşr olunmuş Xatirələr İşığında Heydər Əliyev adlı kitabı haqqında danışaraq nəşrin ümummilli liderin irsinin beynəlxalq müstəvidə tanıdılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğuladı. Nüvədi kəndindən olan kimya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru İsmail Əliyev Qərbi Azərbaycan həqiqətləri barədə gənclərin daha geniş və sistemli şəkildə məlumatlandırılmasının, həmçinin Qərbi Azərbaycana qayıdış prosesində gənclərin fəal iştirakının təşviq edilməsinin zəruriliyini qeyd etdi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Yanğından Mühafizə və Qəza Xilas Etmə İşlər İdarəsinin keçmiş rəisi, əslən Qafan rayonunun Oxtar kəndindən olan polis general-mayoru Murad Hüseynov isə Qərbi Azərbaycanın görkəmli şəxsləri müxtəlif dövrlərdə məhsul dövlət vəzifələrində çalışmış ictimai-siyasi xadimlər barədə vahid informasiya bazasının yaradılmasını təklif etdi. Tədbirdə həmçinin Azərbaycanın görkəmli iqtisadçısı, dövlət və ictimai-siyasi xadimi, keçmiş Maliyyə Naziri, Çəmbərək İcmasının sədri Əvəz Ələkbərov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, filologiya elmləri doktoru, əməkdar müəllim Cəfər Cəfərov, Azərbaycan Teatr, Kino və Televiziya rejissoru, Azərbaycan Respublikasının xalq artisti Ramiz Həsənoğlu, eləcə də Azərbaycanın əməkdar mühəndisi Əli Məmmədov çıxış edərək mövzu ətrafında fikir və təkliflərini səsləndirdilər. Bütün çıxışçılar Şuranın il ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndirdilər. Yığıncağın sonunda yenidən söz alan Şura sədri akademik Əhliman Əmiraslanov icmanın fəaliyyətinin bütün istiqamətlər üzrə ölkə başçısının Qərbi Azərbaycan məsələsi ilə bağlı müəyyən etdiyi strateji yol xəritəsinə uyğun qurulduğunu bildirdi. O, icma rəhbərliyinin və üzvlərinin yorulmaz fəaliyyətinin əsas məqsədinin öz ata-baba yurtlarına qayıdış hüququnun təmin olunması olduğunu vurğuladı. Şura sədri Qərbi Azərbaycan İcmasının mətbuat xidməti və Qərbi Azərbaycan televiziyasının fəaliyyətini yüksək qiymətləndirərək ağsaqqalları televiziya ilə əməkdaşlığı daha da gücləndirməyə çağırdı. Lamiyə Rövşən qızı, Bəxtiyar Nəsirli, Qərbi Azərbaycan televiziyası.